Əziz arıçılar, bugün ayın 17'sidir. Yağışdan sonra ilk gündür. Demək, nahar vaxtıdır. Arılar artıq yağışdan sonra ilk uçuşlardan başlayırlar. Mən ayın 13'ü Xarno günü buna qapaqda ana köçürmüşdüm. Dediyim kimi, göstərdiyim kimi 8 ramkadır. 8 ramkanın ortasına, bax belə ara kəsmə qoymuşam. 4 burada, 4 burada. Qapaqlara yerləşdirmişdim. Yoldaşların xahişi ilə ki, təkrar nəticəsini göstərdərsən, ona görə açıram mən. Açıram, baxaq görək. Burada nə var, nə yox. Amma onu deyim ki, şirə vermişdim. Mütləq şirə vermək lazımdır, məncə də. Ha, demək, ikisində düşübdür. İndi bunu bura qoyanda yaxşı bərkitmək lazımdır. Mən gördüyüm təcrübəsiz eləmişəm. Amma gördüyünüz kimi belə məmələri qoyulubdur. Hərəsində 2, 3, 4. Bəzi yoldaşlar deyir ki, o lazım olanı saxlayıb qalanların dağıtmaq lazımdır. Çox süd işlətməsinlər. Bəzi yoldaşlar deyir ki, stresə düşür. Amma qeyd edeyim ki, mənim kimi arıçı üçün bu ən yaxşı ana yetişdirmədir. Çünki məndə köçürmə yoxdur. Köçürmə eləyə bilmirəm. Eləməyə vaxtım da yoxdur. Amma keçən il belə bir ana yetişdirmişdim. Bu il gördüm ki, çox qəşəng bala qoyması var. Ən inkişaf etmiş qutum oldu. Təxminən arı bu boyda, limuzin kimi bir ana idi. Ona görə çox ləzzət elədim ona. Mən özüm bölmələr eləyirəm, satıram. Hər il 6, 7, 8 bölmə eləyirəm, satıram. Amma o bölmələrə öz analarımdan qoymuram. Onları qafdan alıram, 25 manata, 30 manata, 35 manata analardan qoyuram. Bu anaları ancaq özüm üçün yetişdirirəm. Yəni, buna belə ləzzət eləyir, həvəskar bir arıçı kimi. Yəni, ona görə burada məncə çox süd verdi, stresə düşdü, bu şeyləri nəzərə almaq olar, bu şeylərdən keçmək olar. Yoldaşlar istəmiş nəticəsinə baxmağa mən də göstərdim. Yəni, bütün bunlar hamısı həvəskar arılar üçündür. Öz təcrübəmi bölüşürəm. Kim götürər, xoşuna gələr, istifadə eləyər. Yəni, əlbəttə ki, heç məcburidir bu məsələlər ki, mütləq belə eləməlidir. İndi məndən olsa, bütün yoldaşlar hamı öz təcrübəsini bölüşər, bildiyim danışar, bölər ki, insanlar öyrənsinlər. Yəni, öyrənmək, öyrətmək həmişə xeyirlidir, savab işdir. Bu qədər, sağ olun.